Allah'tan qorxursunuz? Allah'tan qorxmuram, vicdanımdan qorxmuram. Ümumiyyətlə, dinə bağlı insansınız. Dindən qorxuram. Mənə böyük imkan verirlər. Mənə böyük imkan verirlər. Bütün məscidləri sökərəm, deyərəm yerində məktəb tikəcəm. Hətta, bəli. Niyə? Mən ən Dinə mi inanmırsınız, dindarlara mı inanmırsınız? Dindarlara inanmıram. Mənə ən böyük zərbələr dindarlar. Neyiniblər ki siz? Aldadırlar. Siz haram, dindarlar hara? Yəni, harada İş birliyi. Siz təsəvvür eləyin ki, bir şirkət var idi, onların müqaviləsini gətirib verərəm. O həmən o şəhid ailəsi deyilsən anlanıb. Həmən onun müqaviləsinin başında yazır ki, müqaviləni yazıram Allahın adı ilə. Bismillahirrahmanirrahim. Ya Allah, kömək ol. İndi onu gətirib ekspendiyyar, o müqaviləsini gətirib sizə kopyasını verə bilərəm. Şikayətini bu rəhbərlik və bu belə şəhər şamata ilə, böhtan atmaqla. Siz müsahibə verirsiniz ki, məscidləri söküb yerində məktəb tikəcəm. Siz sakinlərin heç sağlamlığını nəzərə almırsınız, acınacaqlı vəziyyətdə buraxmırsınız. Sizdən məktəb tikən olar. İskəndər müəllim, sizin keçən çəkilişlərinizdə mən olmuşam. Siz qazilər, şəhid ailələrini alınan haqsızlıqlarla bağlı mən çəkmişdim. Şəhid ailələrinin belə siz pullarını vermirdiniz. Şəhid ailələri, qazilərin pullarını verməmişdiniz. Həmən çəkilişdə mən iştirak eləmişdim. Çəkiliş edən də mən idim.